Görkəmli bəstəkar və pianocu Vaqif Mustafazadə Azərbaycan musiqi tarixində dərin iz qoymuş, yeni yollar açmışdır. Muğam və caz onun yaradıcılığının əsas istiqamətini təşkil edir. Bu janrları özünə məxsus şəkildə sintez etməklə Vaqif Mustafazadə caz muğam üslubunun əsasını qoymuşdur. Yaşadığı dövrdə cazın canlı əfsanəsinə çevrilən Vaqif Mustafazadə həm vətənində, həm də onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdır. Bəstəkar öz kompozisiyalarında zəngin və özünə məxsus şərq koloriti, muğam ilə klassik caz janrının ifadə vasitələrini birləşdirmişdir. O, həmçinin Azərbaycan muğamlarını, xalq mahnı və rəqslərini, bir sıra bəstəkar əsərlərini caz üslubunda işləyərək gözəl kompozisiyalar yaratmış, fortepiano və orkestr üçün konsertin, muğam simfoniyasının müəllifi olaraq zəngin bir irs qoyub getmişdir. İndi isə Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Vaqif Mustafazadənin 85 illik yüklüyünə həsr olunmuş konsertimizə başlayırıq. Sən mi gözəlsən? Çıxış edir məktəbin yuxarı siniflərdən ibarət xoru. Xarmeyster Məmmədova Səlimova Aysel, konsertmeyster Hüseynova Aytən. Çiçekler mi güzeldir yoksa sen mi güzelsen? Güzellerin içinde sen hamurdan tezesen. Çiçekler mi güzeldir yoksa sen mi güzelsen? Görüşüme gelirsen başım göğe tok olur. Yüreğimde
Fortepianoda ifa edir 5-ci sinif şagirdi Həbibli Mingübal, müəllim Mirzayeva Nəzərkən. Bakı gecələri fortepianoda ifa edir İmamlı Fənlər Şöbəsinin 5-ci sinif şagirdi Pənahlı Ömər, müəllim Mirzayeva Nəzərkən.
uşaqlar, hörmətli valideynlər, biz sizi burada Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vagif Mustafazadənin muzeyində salamlamaq çox şadıq. Bugün dünyada ilk dəfə bu bayram keçirilir. Hansı bayram? Memorial muzeylərin, xatirə və şəxsiyyətlərin bayramıdır. Deməli, ilk dəfə Beynəlxalq Muzeylər Şurası təklif elədi ki, belə bayramlar aprelin 5-də və 6-da keçirilsin. Biz də böyük məmnuniyyətlə buna razılığı verdik və bugün bizdə həm burada, həm bizim başqa filialımızda Niyazi Mənzil Muzeyində tədbir olacaq. Sabah isə saat 3-də Qara Qarayev Muzeyində tədbir olacaq. Sizi də dəvət edirik ora və orada da bizim genç istedadlar həm də artıq tanınmış musiqiçilər ifa edəcək və biz belə şəkildə bu bayramı qeyd edəcək. Bu bizim görkəmli korifeylərin, şəxsiyyətlərinə bizim hörmətdir. Bu İngilizcə deyirlər homage to. Deməli, hörmət, deməli, həsr olunmuş tədbirlər. Biz çox şadıq ki, siz bugün buradasınız. Biz sizin ilə bu bayramları qeyd edirik və mən sizə təşəkkürümü bildirirəm və gələcəkdə çox böyük uğurlar arzulayıram. Çok sağ olun. The Last Day of Chopin. Fortepianoda ifa edir 8-ci sinif şagirdi İsmail Sevil, müəllim Quliyeva Mənsurə.
öz şagirdlərimlə, valideynlərimlə, müəllimlərimlə bugün buyurduq bu muzeyə. Sırf Vagif Mustafazadənin 85 illiyinə həsr olunmuş tədbir keçirdik burada. Biz xahiş edirik, Afaq xanımdan icazə verdik. Heç bilmədik ki, bugün sizin belə böyük bir tədbiriniz var. Çox xoş oldu. Mən məktəbin Afaq xanıma, muzeyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm ki, bizə imkan yaratdılar və bizim uşaqlar, xor ansamblımız və şagirdlərimiz bugün ifa etdilər. O böyük şərəfdir, əlbəttə ki, şagirdlərimizə də, bizim özümüzə də ki, biz Vagif Mustafazadənin biz çaldığı alətdə, onun evində ifa etməyi, mən bilirəm ki, bu bizim balalarımızın həyatında böyük bir iz qoyan bir andır. Çox sağ olun ki, biz gəldiniz, dinlədiniz. Mən çox yenə də deyirəm, bilmirdim ki, sizin bugün tədbiriniz var, Allah xanım, çox sağ olun ki, siz bugün gəldiniz. Bizim müəllimlərimiz də çox çalışıb, həm də ki, bizim müəllimimiz Nəzakət Mirzoyeva, o da istəyirdi, biz ifa etsin. Buyurun Nazlı xanım, bilirəm ki, bir yeriniz oldu.